biz konkret olaraq İrandakı rejimi devrilməsi deyə təhlil eləyə bilmərik. Biz ayrı-ayrı siyasətçilərin dilindən səslənən bəyanatlarla bu prosesi şərh eləyə bilmərik. Çox ciddi hesab edirəm ki, yanaşmalarda yanlışlar var. Nədən ibarətdir? Sanki belə bir məsələ cəmiyyətə pompalanır ki, güya ki, Trump Amerikada hakimiyyətə gəldi deyə böyük bir Amerikanı gəmilərlə, təyyarələrlə, müttəfiqləri ilə hətta birlikdə müharibəyə cəlb eləyir və ya daha böyük NATO-nu müharibəyə cəlb eləmək istəyir. Yəni, bir siyasətçi sistemi olan ölkədə bu şəkildə emosional, öz xarakterindən doğan qərarlar verərək dövlətləri arxasıca sürükləyə bilməz. Burada ən əvvəl ciddi bir yanlış var. Sistemlər sadəcə lazım olanda, müharibə eləmək istəyəndə, qeyri-populyar addımlar atmaq istəyəndə bu şəkildə siyasətçiləri önə verərlər. Biz bunları sizinlə o verilişlərdə təhlil eləmişdik. Ona görə də biz İranla olan ABŞ-İsrail-İran müharibəsini də bu kontekstdə təhlil eləməyin tərəfdarıyıq. Zaten niyə bənzəyir? Elə ilkin səbəbləri də bənzərdir. Məsələn, Rusiya-Ukrayna müharibəsində ilkin səbəb kimi Rusiya nəyi göstərdi? Denasifikasiya, demilitarizasiya. Yəni ki, Ukraynada millətçilər hakimiyyətdədir. Millətçiləri hakimiyyətdən göndərəcəyik. Bunun adını denasifikasiya qoydu. Və Ukrayna NATO'ya üzv olmaq istəyir, qərbdən silahlanır, raket alacaq. Bu raketlər Rusiyaya təhdiddir. Demilitarizasiya, yəni Ukraynanın silahsızlaşdırılması. ABŞ-İsrail-İran müharibəsində İrana səslənən ittihamlar nədir? İranda rejim var. Bu rejim insanlara əziyyət verir. Demokratiya yoxdur. Və molla rejimi hakimiyyətdən getməlidir. Yəni, Ukraynada Rusiya deyir ki, millətçilər hakimiyyətdən getməlidir. İranda da Amerika və İsrail deyir ki, dindarlar hakimiyyətdən getməlidir. Bu da həmən o denasifikasiyanın aşağı-yuxarı eynisidir, mahiyyət etibarıyla. Və ikinci, demilitarizasiya məsələsi, necə ki, Rusiya Ukraynaya deyir ki, səni qərb silahlandıracaq və sən uzaq mənzilli raketlər əldə edib Rusiyanı təhdid eləyərsən. Eyni şeydə İsrail və Amerika deyir ki, həm ballistik raket proqramından əl çəkməlisən, həm nüvə silahına sahiblənməkdən əl çəkməlisən. Bu da demilitarizasiyadır. Yəni, hakimiyyəti dəyişmək və silahsızlaşdırmaq. Aşağı-yuxarı bu sistem müharibəsi olduğu üçün bunun belə bu cür bəsit cəmiyyəti, insanların başını qatmaq üçün əsl səbəbləri ifadədən yayınmaq üçün ortaya atılmış bunlar hüquqi bəhanələrdir. Və bu bəhanələrdə bu müharibə başlayıb. Amma əslində enerji müharibəsidir. Sistemlər müharibəni heç vaxt bir məqsəd üçün aparmazlar. Bəzən sistemlər müharibəni elan olunan məqsəd üçün aparmazlar. Elan olunmayan çoxlu sayda məqsədlər var ki, onu heç cəmiyyətlərə açıqlamaq da doğru deyil, açıqlamaq da mümkün deyil. Onu əsaslandırmaq da mümkün deyil. Məsələn, müharibələr apara bilirlər, sistemlər müharibəni aparar, davam etdirər, tam qələbə üçün yox, sistemini davam etdirmək üçün, sistemi idarə eləmək üçün. Məsələn, müharibə aparıla bilər, miqrasiya yaratmaq üçün, köç yaratmaq üçün ki, köçlər olsun, o köçlər getsin milli dövlətlərin ərazisinə. Çünki qlobalizmin, qlobal hakimiyyəti qurmaq istəyən güclərin əsas məqsədi qlobal nəzarəti ələ almaqdır. Doğrumu? Nəzarəti ələ alarkən əsas müqavimət hardan gəlir? Milli dövlətlərdən. Milli dövlətlər təşəkkül tapanda ya etnik sistem üzrə və ya ideoloji sistem üzrə fərqi yoxdur. Nə baş verir? Köç baş verəndə həmən tərkib dəyişirmi? Ən azı etnik tərkibin dəyişmə ehtimalı yüksəkdir, dini, məzhəb tərkibinin dəyişməsi ehtimalı yüksəkdir. Yəni, milli dövlətləri sarsıtmağın bir yolu da çoxlu sayda köç və miqrasiya yaratmaqdır. Və yaxud, yeni dünya düzəni gəlir və bu düzənə mən belə bir şərt olaraq ad verirəm ki, bu bir elektron tədavül idarə etməsi dönəmidir. Nədir bu elektron
tədavül idarə etmə dönəmi. Bütün münasibətlər sistemi nədir? Algı, satqı, doğru mu? Nəsə alırsan, verirsən, hamısında pul lazım olur, tədavül eləyirsən və ya xidmət görürsən, qarşılığında pul ödəyirsən. Artıq get-gedə bu pul dediyimiz şey elektronlaşırmı? Yəni karta keçirmi? Deməli, mərkəzi bir sistem qurulur. Biz sizlə 2 ay qabaqçı proqramda burada efirdə mən Davos forumu ilə bağlı şərh edərkən orada Larry Fink'in dünyada 14 trilyona yaxın dəyərdə olan aktivləri idarə eləyən şirkətin CEO-sunun Davos forumundakı çıxışı ilə bağlı xatırlayırsınızsa danışdım. 2 gün qabaq Larry Fink Türkiyəyə gəldi və Recep Tayyip Erdoğan və Maliyyə Naziri və bir neçə şəxslə birlikdə görüşdü. Hal-hazırda Türkiyənin əsas gündəm mövzularından biri Larry Fink'in Türkiyəyə səfəridir. Amma biz məsələn 2 ay qabaq, hələ Azərbaycan gündəmində o yoxdur. Amma biz 2 ay qabaq Larry Fink'in çıxışı ilə bağlı mən efirdə bu fikirləri səsləndirərkən kimlərəsə qəribə gələ bilər ki, kimdir bunun adını biz ilk dəfə eşidirik. Yeni dünyada insanı idarə eləməyin artıq yolu nədir? Onun ki, o vəsaiti yoxdur, pul, elektron xərcləyir o pulu. O pulu xərcləyərkən sistem, idarə etmə sistemi, dünyada qlobal sistemi qurmaq istəyən mərkəzlər insanı bu pul xərcləmə prosesi vasitəsilə idarə eləyirlər. Necə eləyirlər? Yəni, sistem istəməsə, birazdan nəqdi pul da təbii ki, sıradan çıxacaq, saxlanc olmayacaq ümumiyyətlə insanları. Mən hətta qızılın da bir formada gələcəkdə kosmik mədənçilikdən sonra bir formada sıradan çıxarılacağını proqnozlaşdırıram. Bunu təbii ki, yatırımcılar bir şey kimi qiymətləndirməsinlər, amma bu uzaq dönəm üçün verilmiş bir proqnozdur. Yəni, insanı qapıdan çıxandan sən pul xərcləməyə başlayırsan. Metroya minirsən, nəqliyyatdan istifadə edirsən, digər yeyirsən, alırsan, haradasa oteldə qalırsan, ora pul xərcləyirsən. Sənin o istiqamətlərin, hərəkətin nə ilə tənzimlənir? Həmin o tədavül münasibəti ilə. Onun da bir elektron sistemi qurulub artıq. Sənin nəqdi pula ehtiyacın yoxdur. Bütün bunu elektron vasitələrlə həyata keçirə bilirsən. Və qlobal idarə etmə düşünür ki, məhz elə insanlığı bu pul xərcləmə prosesi, tədavül prosesi vasitəsilə idarə eləsin. Ona görə də ən əhəmiyyətli adamlar kimdir? Bu cür böyük, yəni dünyada tanınmış şirkətlərin, iş adamların patronu olan, dünya siyasətinə yön verən, ölkələrin prezidentlərini müəyyənləşdirən, o qlobal maliyyə sistemini idarə eləyən bu cür holdingin rəhbərləri çox önəmlidir ki, gəlir məsələn tərəf müqabili kimi Türkiyə prezidenti ilə görüşür. Əsas məqsəd nədir? Çünki yeni düzəndə artıq bu sistemə keçid olarkən əsas idarə etmə məhz bu maliyyəçilər üzərindən, yəni pulun xərclənmə prosesi üzərindən, bütün şirkətlər arası münasibətlər, insanın davranışı, hətta insanı yönləndirmə baxımından tutaq ki, dövlət də pul verir, amma adam gedir, tutaq ki, topaz oynayır durmadan, mesela ad çəkməyək, hansısa qumar oynayır. Qumar oynayarkən sistem istəsə, adama nəzarət eləsin, onun elektron xərclənməsində qumara xərclənən pulu sınırlandıra bilir. Təkcə qumardan getmir, başqa vasitələr olsun və yaxud silah alış-veriş olsun və s. Yəni, bu algı-satqı tədavül prosesi üzərindən bir idarə etmə qurulur. Bu idarə etmə qurularkən ən ciddi maneələr milli dövlətlərdir və İran kimi sistemlər ciddi problemdir. Amma qlobal rəqabətdə təbii güclər var, fərqli güclər var. Bunlar kimlərdir? Bunlar Böyük Britaniyadır, Amerikadır və İsrail koalisiyasıdır. Bunların rəqibləri, sistemləri olan ölkələr kimlərdir? Rusiyadır, Almaniyadır, Fransadır, Çindir. Bunlar arasında bir sistem rəqabəti var. Yenə sizin efirdə şərh eləmişdik, yeni dünyada çip texnologiyasını və süni intellektin inkişafında enerjinin rolu ilə bağlı məsələləri və təbii ki, işin içində enerji müharibəsi də var. Miqrasiya yaratmaqdan başqa enerji müharibəsi var, Hörmüz boğazının məsələsi var, neftin qiymətinin qəsdən qaldırılması və ya endirilməsi var. Məsələn, siz diqqət edirsiniz, Rusiya 2014-cü ildə Ukraynaya hücum eləyəndə, Krımı alanda neft $100 üzərindəydi. Hətta $140 yaxınlaşmışdı. Amma Krıma hücum eləyən kimi neft
təqribən 3 ay müddətində 20-30 dollara düşdü. Burada da iqtisadi oyunlar var. Sonra hərbi müharibələrdəki doktrinal dəyişikliklər məsələsi var. Bu zamana kimi hərbi sənaye kompleksləri böyük pullar qazanılırdı. Təyyarələrdən, raketlərin istehsalından. Amma drone deyə bir şey yox idi. Amma bugün xüsusilə bizim 44 günlük müharibədə bütün müharibələr üçün doktrinal dəyişiklik olan drone faktoru ki ortaya çıxdı. Dronun istehsalı, dronun hərbi sənaye kompleksində bir əsas faktora çevrilməsi və buradakı böyük maliyyə oyunları, şirkətlər arasındakı rəqabət, bütün bu hamısı bu İran, İsrail, Amerika, Ukrayna, Rusiya müharibəsinin tərkib hissəsidir. Yəni, səbəblər hansısa liderə bağlı deyil. Səbəblər hansısa dövlətlərin başqa dövlətlər üzərində ağalıq eləməsindən çox sistemlər arasında rəqabətdir. Bugün Rusiya və Ukrayna arasında gedən müharibədə ən çox zərər görən ölkələr hansılardır? Fransa və Almaniya. Bugün Trump bu aşağılayıcı sözləri kimin haqqında deyir? Fransanın haqqında. Ən çox NATO'ya qoşulub müttəfiqlik etmədiyinə görə kimi qınayır? Almaniyanı. Çünki Almaniya da Fransa da dərində bilir ki, bugün Rusiya ilə həmən Böyük Britaniya, İsrail və Amerika ittifaqı arasında dərin münasibətlər sistemi var. Niyə görə var? Çinə görə var. Niyə? Çünki Rusiya da məcburdur. Çünki Çin onu qarnını yeyir. Çünki inkişaf edən bir Çin var, elmi texnoloji tərəqqi eləmiş bir Çin var, əhalisi çoxdur, Rusiyanın ərazisi böyükdür, insan resursları məhduddur. Çinlə müttəfiq görünə bilərlər, amma dərində Rusiya bilir ki, Çin onun İngiltərədən daha böyük rəqibidir. Onu birə-bir fiziki baxımdan yiyəcək rəqibidir. Bu mənada təbii ki, Rusiya ilə İngiltərə arasında burada dərin bir müttəfiqlik var və hər kəsin bu coğrafiyada, yəni yeni düzənin qurulduğu Avrasiyada 8 milyardın 70%'nin yaşadığı bu Avrasiyada Rusiya ilə bu ittifaq arasında bir müttəfiqliyin artıq biz işaretlərini görürük. Nə də görürük? Məsələn, Trump deyir ki, NATO'dan çıxacam. Elə düz deyir Rusiya. NATO bir kardon parçasıdır. Kardondan pələngdir. Bəli. Yəni əslində burada biz artıq nəyi görürük? Biz artıq aylar qabaq dediyimiz, təhlil edədiyimiz sistemlər arası müttəfiqliyi və rəqib müttəfiqlik var, müttəfiq rəqiblik var. Məsələn, normalda görünə bilər ki, Almaniya ilə İngiltərə, Amerika ittifaqı güya müttəfiqdir. NATO'da birdilər. Amma Rusiya-Ukrayna müharibəsi ən çox kimə zərbə vurdu? Almaniyaya. Nəticədə nə baş verdi? Şimal-Axın qaz kəməri partladıldı. Şimal-Axın qaz kəmərindən Rusiyadan qaz hara gedirdi? Almaniya sənayesinə gedirdi. Almaniya sənayesinə zərbə oldu mu? Oldu. Bugün Hürmüz boğazında baş verən bu böhran neftin qiymətinə təsir edibmi? Edib. Buna görə böyük pullar əl dəyişirmi? Bizim bilmədiyimiz çoxlu sayda hərəkətlər olurmu? Kimlərinsə əlinə əlavə vəsait keçirib, əlavə investisiya qoyub, yeni növ silahları əldə eləmə imkanı yaranırmı? Yaranır. Bugün İranın dronlarını göydə tutmaq üçün Böyük Britaniyanın dəstəyi ilə Ukraynada dron tutan yeni dronlar ixtira edilirmi? Edilir. Onların sərgisi təşkil edilirmi? Müxtəlif ölkələrdə edilir. Bunlar milyardlarla vəsait deməkdir. Yəni biz müharibədə ancaq bugün ki nəticələri hesablasaq ki, İran rejimi dəyişmədi. Mən İranın müqavimətini də təbii saymıram.